Kəlbəcər və Xocavənd şəhərlərində, həmçinin Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb. Əzəli yurda qayıdanlar Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Kəlbəcər şəhərindən 27, Xocavənd şəhərindən 41, Cəbrayıl rayonunun Horovlu kəndinə isə 40 ailə köçürülüb. Sakinlər torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan ordusuna, qəhrəman əskər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər. ...32 ildir ki, biz bu günü gözləyirdik. Çox şükür ki, bugünkü günə biz çatdıq, yaxşı gün görürük. Gedib Qarabağımızda, öz elimizdə, öz obamızda yaxşı yaşayacağıq. 1992-ci ilin fevral ayının 16-sında kəndin işğal olub, oradan qaçqın düşmüşük. Sumqayıtda yaşayırıq, ta 34 ildir. Hal-hazırda bugünkü günü sevinirəm ki, hədud yox sevincimin öz rayonumuza, Xocavənd rayonuna qayıdırıq. Bir ailədən 5 nəfər girov düşdük. Bizi girov apardılar mənlər. Bakıda yaşamağımıza baxmayaraq, biz Kəlbəcər arzusu ilə Kəlbəcərə qayıdış gününü gözləyirdik, bu əziz günü. Geriyə qayıdış, doğma yurda qayıdış hamımız üçün sevinclidir. İnşallah bütün rayonlara, bütün kəndlərə qismət olar. Geri qayıdış təmin olar Allahın köməyi ilə. Mən çox şadam ki, 30 ildən sonra öz rayonumuza, öz kəndimizə qayıdıram, orada yaşamağa qayıdıram.